Azərbaycanda hazırda belə bir statistika varmı? Nə qədər bu özəl təhsil şirkətlərinin siyahısı varmı xaricdə təhsil şirkətlərinin? Təbii ki, aidiyyatı qurumda var. Çünki hazırki durumda bilirsiniz ki, bu istiqamətdə biznes subyekti kimi fəaliyyət göstərmək üçün yalnız MMC statusunun əldə olunması üçün VÖE-nin açılması yetərlidir. Yəni onlar lisenziyalaşdırılmış kateqoriyaya düşmürlər. Bu statistika təəssüf ki, bizdə yoxdur. Dediyim kimi, vergilər xidmətində təbii ki, var İqtisadiyyat Nazirliyi nəzdində. Burada məsələ əsas ondan ibarətdir ki, xüsusilə də adı, sanı olan, reputasiyası olan təsisatlar olmalıdır. Təəssüflər olsun ki, bəzi hallarda bu şirkətlər mövsümi xarakteri daşıyır. Hər il yeni adla, belə deyək, peyda olur. Amma əminəm ki, bu sahədə öz sözünü demiş, cəmiyyətdə nüfuz qazanmış şirkətlərimiz də var və biz onların fəaliyyətini təqdir edirik. Və bu mənada düşünürük ki, cəmiyyətdə xüsusilə də biznes subyekti olaraq fəaliyyət göstərib insanları doğru istiqamətə yönləndirmək bir növ cəmiyyətə bir xidmət kimi dəyərləndirilməlidir. Yəni, bugün Elm və Təhsil Nazirliyi olaraq onlarla rəsmi olaraq əməkdaşlığımız varmı? Bir mənalı olaraq yoxdur. Çünki Nəzarət mexanizmi bəs necə tətbiq olunur? biz mütəmadi olaraq cəmiyyətə xitab edərək bildiririk ki, bizim hər hansı bir özəl təhsil şirkəti ilə tərəfdaşlığımız yoxdur. Təəssüflər olsun ki, bəzən bunu fərqli cür təqdim edənlər olur. Nəzarət mexanizmi də təbii ki, yoxdur. Dediyim kimi, bu lisenziyalaşdırılmış təsisat deyil. Təəssüflər olsun ki, bəzi hallarda xoşagəlməz hallar olanda şikayətlər daxil olur. Kifayət qədər şikayətlər var. Və sözsüz ki, bəli, sözsüz ki, bu da aidiyyatı qurumlara kommunikasiya olunur. Yeri gəlmişkən, dünən vətəndaş qəbulunun bir komponenti olaraq bir hadisəni təfərrüatını qeyd edim. Təbii ki, xoşagəlməz haldır. Bir nəfər vətəndaşımızı 3 il aldadıb və təkcə deyək ki, prosesin başlanğıcında deyil, hətta təhsil haqqını da belə mənimsəyib ki, mən A universitetinə bu təhsil haqqını köçürürəm, narahat olma və 3 ildən sonra məlum olur ki, ümumiyyətlə övladı həmin təhsil müəssisəsinin qeydiyyatından belə keçməyib. Yəni, bu bizi üzür, məyus edir, amma belə hallar az deyil.